Salam dostlar. Bugün sinə məşqi üçün nələr etmək lazımdır, onu sizlərə göstərəcəm. İlk məşqimiz alman şəklində jimdir. Və alman şəklində jim həqiqətən də sinəyə təsir edən, sinənin böyüməsinə təsir edən ən yaxşı, effektiv məşq növlərindən biridir. Siz bu məşqi hər gün, hər evdə 3 set olmaqla 15 təkrar edə bilərsiniz. Gəlin birinci məşqimizi elə göstərək alman şəklində. Birinci olaraq əllərimizi bu şəkildə tuturuq. Baxın bu şəkildə. Bu şəkildə tutandan sonra bax belə əllərimizi qoyuruq. Başlayırıq eləməyə. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 və 15. Daha sonra 15 saniyə fasilə edib yenidən ikinci seti keçirik. Təbii ki, mən burada indi fasilə eləmirəm, amma siz edə bilərsiniz. İkinci set 2 3 4 5 6 7 8 9 10 11 2 13 14 və 15. 10 saniye fasilə edək. Keçək axırıncı setə. Axırıncı set bitdi. 20 saniye fasilə edir və sonra sizə növbəti məşqi göstərəcəm. Növbəti məşq isə sinə üçün bəlkə də ən önəmli məşq növüdür. Tək əldən jimdir. Tək əldən jim necə vurulur, onu sizə göstərəcəm. Əslində tək əldən jimi müxtəlif əllərimizi müxtəlif formalarda edərək vura bilərik. Əllərimizi açıq şəkildə saxlaya bilərik. Həmçinin yumruq şəklində saxlaya bilərik. Mən yumruq şəklində saxlayacağam, çünki mənim üçün belə də rahatdır. Həmçinin təsiri belə daha böyükdür. Gəlin göstərək. Baxın, birinci yumruqlarınızı belə tutursunuz. Gəlin. Tutursunuz. Daha sonra bu şəkildə başlayırsınız. 1 2 3 4 5 6 7 8 9 və 10. Bu biraz çətin məşq idi. Yəni edə bildiyiniz qədər edin. Mən də edə bildiyim qədər etdim. Sonra 10 saniyə fasilə edib ikinci setə keçirsiniz. Gəlin keçək ikinci setə. İkinci seti istəyirsinizsə elə əllərimizi açıq şəkildə göstərək. 1 2 3 4 5 6 7 8 9 və 10. E, 10 saniyə yenidən fasilə edik. Və bunu da qeyd edib ki, mən təkcə məsələn sağ əldən edirəm. Çünki sağ əldən daha rahatdır. Halbuki siz bunu sol əldən edə bilərsiniz. Qarışıq olaraq da edə bilərsiniz. Qarışıq olaraq etsəniz sizin üçün daha yaxşı. Çünki sinənin hər bir tərəfinə daha yaxşı təsir edir. Gəlin keçək axırıncı setə. Və axırıncı seti də etdik. Əgər sən də mənimlə birlikdə güclü olmaq istəyirsənsə, videonu like edin və abunə olun, yorum yazın. Növbəti videolarda görüşənədək sağ olun, hələlik.